Azərbaycan ərazisində orta illik yağıntıda artım müşahidə edilməyə bilər. Lakin bu rəqəmlər bizi aldatmasın. Çünki orta illik yağıntıda artım müşahidə edilməsə də, günlük maksimal yağıntılarda artım müşahidə edilə bilir. Məsələn üçün, Bakıda ola bilsin ki, 9 ay heç yağış yağmasın. Lakin 9-10 aydan sonra elə bir leysan yağa bilər ki, Bakının illik yağıntı həddi 250-300 mm-dir. Yəni 10 ay, 11 ay yağış yağmaya bilər. Bir ay ərzində, bir gün ərzində, bir həftə ərzində elə bir yağış yağa bilər ki, yağışın miqdarı illik maksimal həddən də çox ola bilər. Yəni belə bir ekstremal vəziyyətə artıq hazır olmaq lazımdır. Xüsusilə də Xəzər dənizinə yaxın olan şərq rayonları ən çox da Azərbaycan ərazisində, Azərbaycanın xüsusilə də ən təhlükəli, yəni Azərbaycan ərazisində ən ciddi sel daşqına səbəb olan ərazilərin əsası Azərbaycanın şimal-şərq rayonlarıdır. Yəni xüsusi ilə də Azərbaycan ərazisində Böyük Qafqazın şimal-şərq yamaclarında, Böyük Qafqazın şimal-şərq yamaclarında, eyni zamanda Dağlıq Şirvanda və Bakı-Abşeron ərazisi çox ciddi bir risk altındadır. Bunu mən sizə açıq-aydın deyirəm. Yəni burada mən bunu gizlətmirəm, açıq-aydın deyirəm. Təbii olaraq bu proseslərin hazırlıqların görülməsi çox vacibdir. Yəni bu o deməkdir ki, Xəzər dənizində artıq Xəzər dənizinin səviyyəsi azalır, Xəzər dənizinin su temperaturları artır və bu Xəzər dənizinin su temperaturlarının artması nəticəsində ərazidən keçən, yəni orta statistik bir sistem belə, yəni əvvəllər müşahidə edilən normal bir ekstratropik siklon sistemi belə bu Xəzər dənizi üzərində 1-2 saata o qədər şiddətlənə bilir ki, yəni xüsusilə də Böyük Qafqazın Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən ərazilərində, Dağlıq Şirvanda, eyni zamanda xüsusilə də Azərbaycanın əhalisinin əksər hissəsi 5-6 milyona yaxın əhali Abşeronda, Bakıda, Sumqayıtda və ətraf qəsəbələrdə yaşayır. Bakıda da bu prosesin ciddi problemləri səbəb olmasını müşahidə edilir və bundan sonraki dövrlərdə də bu proseslərin qat-qat daha da artması gözlənir. Mən burada yəni qorxulu bir məlumat yazmıram. Faktiki olaraq onu deyirəm ki, 2025-ci ilin 15-16 aprelində yağan yağıntı rekord bir yağıntı idi. Lakin 2026-cı ilin 27-28 martında yağan yağıntı isə artıq ötən ilki maksimal həddi ilə dəfələrlə üstlədi. Hətta son 40 ilin, 50 ilin, bəzi məlumatlara görə isə son 100 ilin ən şiddətli yağışları yağdı. Bu son 100 ilin ən şiddətli yağışı dedikdə, bunu da sizə açıq deyim, bildirim ki, bu o deməkdir ki, yəni son 100 ildə Azərbaycanda müşahidə edilən yağıntının statistik məlumatları nəzərdə tutulur. Yəni 100 il bundan əvvəl, 200 il bundan əvvəl nə qədər şiddətli yağış yağır, onun statistikası bizim əlimizdə yoxdur. Ümumiyyətlə, dünyada qurulan bu Ümumdünya Meteoroloji Təşkilatı da son 100, maksimum 120 il ərzində hava əsərini qeydiyyata alır. Yəni 200 il bundan əvvəl, 300 il bundan əvvəl və yaxud da 500 il bundan əvvəl necə leysan yağır? Onun faktiki arxın məlumatı yoxdur. Yəni bu o deməkdir ki, iqlim dəyişikliyi nəticəsində artıq son 50 ildir, son 100 ilin yağışından biz danışmayacağıq bundan sonra. Artıq bundan sonraki yağan yağışlar son 300 ilin, son 500 ilin yağışları olacaq. Yəni bu şişirdilmiş bir başlıq deyil. Bunu mən demirəm ki, hamı baxsın bu videoya, mən bunu nəsə gəlir götürüm. Xeyr, mən bu videoda heç gəlir götürmürəm də. Sadəcə olaraq bunu demək istəyirəm ki, son yəni 50 ilin, 100 ilin yağışından qat-qat daha çox yağışlar yağacaq. Yəni iqlim dəyişikliyi artıq o həddə çatıb ki, əvvəlki dövrlərdə çox nadir hallarda baş verən hadisələr, yəni əvvəllər 100 ildə bir dəfə məsəl üçün böyük bir sel olurdusa, artıq iqlim dəyişikliyi nəticəsində bu proses daha da şiddətlənir. Əvvəllər insan ömründə bir dəfə müşahidə edilən təbii hadisə, fəlakət, sel, daşqın və yaxud da anormal bir hadisə deyək. Bu hadisə artıq iqlim dəyişikliyi nəticəsində daha tez baş verir. Hətta ildə ola bilsin ki, 2 dəfə bu hadisə oldu. Və yaxud da gələn illər 2027-ci ildəki leysanlar bulçu leysanlardan daha geniş miqyasda ola bilər. Bu fala baxmaq deyil, faktiki olaraq rəsmi, yəni Ümumdünya Meteoroloji məlumatlarını təhlil edirik. Avropanın İSYAM-W Hava Tədqiqatları Mərkəzinin 100-dən artıq alt mənbə modellərini analiz edirik. Eyni zamanda Avropanın birləşdirilmiş peyk görüntülərinin son təhlillərini analiz edirik. Ümumi vəziyyət onu göstərir ki, Xəzər dənizindəki səviyyənin azalması, eyni zamanda Xəzər dənizinin təkcə quruması demək deyil. Burada bir çox risklər var. Yəni təkcə bu havanın istiləşməsi deyil, istiliyin artması deyil. İstiliyin artması olsaydı bu dərd yara olardı. Burada belə deyək də, qılıncın hər iki
üzü kəsicidir. Yəni həm istilik artır, həm quraqlıq artır. Eyni zamanda gözlənilmədən istilik və quraqlıqdan sonra isə elə bir leysan yağa bilər ki, tamamilə hər yanı su basa bilər. Xəzər dənizinin səviyyəsinin azalması, Xəzər dənizinin su təməllüdünün artması ərazidən keçən ən zəif bir sistemin belə bir neçə saat ərzində, yəni dünya praktikasında bu sistemlərə bomba siklonlar deyilir. Sistem aniden o kadar şiddetlənə bilir. Təsəvvür edin ki, martın 27-ci bölüm içərisində müşahidə edilən ekstratropik siklon sistemi Aralıq dənizindən keçib gəldi. Martın 25-26-sında Aralıq dənizinin şərqindən keçib gəldi və martın 27-ci bölüm içərisində Cənub-Qərbdən Azərbaycan arasında daxil oldu. Xəzər dənizinin xüsusən də Azərbaycan sektorunda bu sistem martın 27-ci bölüm içərisində aktiv oldu və Xəzər dənizindən artıq bu siklon, bu ekstratropik siklon sistemi, bu tufan artıq Xəzər dənizindən vakuum şəklində nəmi o qədər özünə çəkdi ki, və burada artıq partlayıcı buludlar formalaşdı. Partlayıcı buludlar yəni məcazi mənada deyilir, bomba buludlar deyil, bu məcazi mənada deyilir. Yəni peş görüntülərimiz baxanda görürük ki, o bulud qısa müddətdə belə deyək, lori dildə qaynamağa başlayır və burada elə bir proses baş verir ki, artıq o sistem qısa müddətə əraziyə 150, 200, 300, 500 millimetrə qədər yağıntı buraxa bilir və bu proses elə bir ki, Abşeronun illik yağıntılarının 1-2 günə düşməyinə səbəb olur. Yəni bu elə bir proses olur. Yəni dünya praktikasından bu proseslər müşahidə edilir. Artıq Azərbaycanda da bu tip proseslərin daha tez və daha güclü, daha intensiv, daha geniş miqyasda baş verməsi gözləniləndir. Yəni bunlara hazırlıqlı olmaq lazımdır. Hətta mən deyərdim ki, Abşeron ərazisindəki hazırda, əvvəlki dövrlərdə Abşeron ərazisində göl onun ərazilərdə tikilən evlərin hamısı çox təəssüflər olsun ki, yaşayışı yararsızdır. Həmin o göl üzərində tikilən evlərin hamısı gələcəkdə su altında qalacaq. Təkcə bugünkü sudan söhbət getmir. Artıq gələcəkdəki yağışlar, indi biz rekord dediyimiz yağışlardan daha da qat-qat artıq bir yağış olacaq. Ona görə bu proseslərin hazırlıqların görülməsi həm də onu etibar edir ki, Abşeronda təhlükəli su basmayan mərkəzi ərazilərdə əhalinin köçürülməsi lazımdır. Su basmayan ərazilərdə evlər tikilməlidir. Yəni Abşeronun yüksəkdə yerləşən ərazilərdə evlər tikilməlidir və yüksəkdə yerləşən ərazilərdə sakinlər artıq su basmayan mərkəzlərin tözəkdə yerləşən, göl kənarında yerləşən qəsəbələr köçürülüb, Abşeronun su basmayan ərazilərinə köçürülməlidir. Bu faktiki olaraq dünyada baş verən iqlim dəyişikliyinin artıq daha da artması deməkdir. Yəni qlobal istiləşmə deyəndə elə bilirlər ki, ilin 12 ay isti olacaq, ilin 12 ay biz dənizə gedəcəyik. Xeyr, bu o demək deyil. İstiləşmənin artması, troposferdə rütubət artır. Troposferdə rütubət artanda hava elə bir ki, troposfer biz nəyə oxşayır, belə deyək, süngərə oxşayan bir, yəni məcazi mənada süngər kimi bir şeydir. Temperatur nə qədər artarsa, süngər o suyu özünə çəkir, saxlayır. Artıq temperaturda ani bir dalgalanma, belə deyək, temperatur artır. O süngər, yəni hava, troposfer qatı o rütubətin nəmi özünə çəkir, saxlayır. Özünə saxlayır, nə qədər istidir, yağış yağmır. Amma ani olaraq keçən bir sistem, istər soyuq hava dalğası olsun, istər ekstratropik siklon sistemi olsun, istər çox xassəli sistem olsun, ani bir sistem oradan keçərsə, Xəzər dənizinə keçəndə bu süngər həmin o suyu ani olaraq buraxır. Təsəvvür edin ki, havadakı yığılan potensial su, belə deyək, buludda yığılan potensial su 500-600 litrdir, məsələn üçün deyək. Bu 500-600 litr o sistem keçəndə onun 405 litri buraxılır yerə şiddətli leysan şəklində. Yəni bu o deməkdir. Ona görə də belə aramsız leysanların hazırlıqların görülməsi vacibdir. Xüsusilə də Azərbaycanın şimal-şərq rayonları, Qubal, Qusar, Xaçmaz, Şabran, Xıcı ərazilərində sel daşqınları artacaq, su basmaları artacaq, Dağlıq Şirvanda su basmaları artacaq. Eyni zamanda Abşeronda, Bakıda, Sumqayıtda və Bakının ətraf qəsəbələrində su basmaları artacaq. Əvvəlki dövrlərdə Abşeronda, yəni bir 100 il bundan əvvəl Abşeronun əhalisi indiki qədər deyildi. Ona görə su basmalar bu qədər hiss olunmurdu. Artıq Abşerondakı bu göllər ki quruduldu və göllərin ətrafında tikilən evlər artıq su öz yerini tapır. Su 300 ildə keçsə üstündən, su yenə öz yerinə qayıdacaq. Yəni əvvəlki dövrdə həmin ərazilər göl idi, həmin su öz yerinə qayıdacaq, su öz yerini tapır. Yəni
İstiləşmə deyəndə o demək hər yer quruyacaq. Düzdür, Xəzər dənizinin səviyyəsi azalır. Amma Xəzər dənizinin səviyyəsinin azalması bu leysanların da artması demək. Temperatur artır, daha çox yağış əmələ gəlir. Eyni zamanda burada bir neçə risklər var. Xəzər dənizinin quruması davam edərsə, bu həm fırtınaların kəskinləşməsi səbəb olacaq, həm də Mərkəzi Asiyadan antisiklonla gələn ilin bir çox dövründə, ilin isti dövründə antisiklonlar olur. İsti antisiklonlar. O antisiklonla gələn hava axınları Mərkəzi Asiyadan, Qazaxıstandan, Türkmenistandan, Özbəkistandan quru tozlu havanı, kontinental quru tozlu havanı daşıyacaq gətirəcək Azərbaycan ərazisinə. Xəzər dənizi indi həmin o sistemi yumşaldır. O tozun qabarını müəyyən qədər azaldır, havanı təmizləyir. Yəni bu səviyyənin azalması görün neçə risklərə səbəb olur. Həm Azərbaycanda quraqlıq artır, həm su qıtlığı olur, həm leysanlar yağanda katastrofik yağır, həm toz fırtınaların sayı artır. Yəni çox ciddi bir dünyanın bir sıra ölkələri çox ciddi bir risk altındadır. Hətta dünyanın yəni dənizlərin, okeanların sahillərində yerləşən şəhərlərinin, dünyanın bütün dənizlərin, okeanların sahillərində yerləşən şəhərlərin hamısı risk altındadır. Bu New York'a da aiddir, bu Londona da aiddir, bu Tokyo'ya da aiddir, Bakıya da aiddir, İstanbul'a da aiddir. Yəni dəniz kənarında, okean kənarında yerləşən şəhərlərin demək olar ki, hamısı risk altındadır. Artıq bu fırtınalar o qədər şiddətli olacaq ki, artıq qısa müddətə həm fırtına dalğaları iki cür olur. Həm yağan yağışın nəticəsində su basır. Düzdür, indi Xəzər dənizində böyük qasırğalar müşahidə edilmir. Bu o deməli ki, müşahidə edilməyəcək. Buna da hazırlıqlı olmaq lazımdır. Yəni böyük qasırğalar olanda dəniz qabarır və bu küləklə gələn dalğalar artıq dəniz qabarır və həm Leysanın suyu şəhərə basır, həm də dənizin qabarması nəticəsində şəhərlər su basır. Yəni bu dünya politikasında böyük fırtınaların, böyük qasırğaların vakuumu nəticəsində okeanların, dənizlərin, hətta bəzən bir gölün belə görürsən ki, balaca bir göldür, lakin küləyin təsirindən o göl dalğalanır, atmosfer təzyiqi aşağı enəndə vakuum artır və artıq ətrafı su basır. Yəni bu proseslərə hazırlıqlı olmaq lazımdır. Cəmiyyətimiz elmlə məşğul olmalıdır. TikTokda boş-boş videolara baxmaqdansa arada bir kitab oxumalıdır. Atmosfer elə bir prosesdir ki, bu bütün işlərə təsir edir. Yəni atmosfer, hava elə bir amildir ki, bütün işlərə təsir edir. Mən mağazada işləsəm, hava mənə təsir edir, evdə işləsəm, hava mənə təsir edir, səmoyotda sürsəm, hava mənə təsir edir, taksi şofördə olsam, hava mənə təsir edir. Neynəsəm, bütün amillər, yəni bütün bu işlərin hamısı havaya bağlıdır. Onca da bu havanı bilmək lazımdır, iqlimi bilmək lazımdır. Oturub indi hamı alim olmasa da, ən azından bir biliyi savada olmalıdır. Ən azından bir ev alanda baxmalıyıq ki, evi hardan alırıq. Düzdür, indi mən deməm ki, hamı varlıdır, hamı milyonsuzdur. Mən özüm də varlı deyiləm. Yəni sadəcə olaraq onu demək istəyirəm ki, Türk ərazilərdə ev almağı çalışın almayın yəni. O ərazilər hamı su altında qalacaq. Onu demirlər. Onu sizə deməzlər ki, sabah Türkiyə su altında qalacaq, amma qalacaq. Orada boş bir evin almağından heç bir xeyri yoxdur. Bakının yüksəkdə yerləşən, nisbətən yüksək ərazilər var, o ərazilərdə ev alın. Xəzər dənizinə yaxın ərazilər, qəsəbələr hamısı risk altındadır. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhliləri kanalda yayınlanacaq. Avropanın İSYAN-WF hava tədqiqatları mərkəzinin model proqramları yenilənmiş məlumatların təhlilərinə tanış oluruq. Bu modeldə yağıntı parametrləri ümumi analizlər haqqında məlumatları, yenilənmiş məlumatları sizin diqqətinizi çatdırırıq. Xüsusilə aprel ayının ilk günlərində Aralıq dənizində çox şiddətli, son illərin ən güclü bir siklonunun, ekstratropik siklon sisteminin ərazide aktiv olması və Türkiyə ərazisində geniş bir leysanın, geniş bir sel daşqının baş verməsi ehtimalı var. Aprel ayının 1-i, 2-si, 3-ü Azərbaycan arasında temperatur artacaq. Bu proses nəticəsində temperaturun artması aldadıcı olacaq, lakin aprel ayının artıq 4-dən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Çünki Azərbaycan arasında buxarlanma artacaq. Eyni zamanda həm yerli hava axınları nəticəsində yağıntılarda lokal karakterli artım ehtimalı var. Eyni zamanda ola bilsin ki, Xəzər dənizinin ərazisində və Qazaxıstanda bir ekstratropik tipli siklon sisteminin formalaşması ehtimalı var. Yəni yerli hava axınlarına, xarici hava axınlarının bir-birinin toqquşması fonunda aprel ayının 4-dən sonra lokal karakterli, yəni isti hava aldadıcı olacaq. Hava şəraitinin aniden dəyişilməsi müşahidə edilə bilər. Havanın tez dəyişilməsi nəticəsində Azərbaycanın ayrı-ayrı ərazilərində yenidən leysanların və su basmanın müşahidə edilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhliləri kanalda yayınlanacaq. Avropanın İSYAN-WF hava tədqiqatları mərkəzinin model proqramları yenilənmiş məlumatların təhlilərinə əsasən yağıntı parametrlərinin təhliləri onu göstərir ki, xüsusilə də
aprel ayının 4-dən başlayaraq Azərbaycan arasında lokal xarakterli topay yağış və laylı yağış buludlarının aktiv inkişafı gözlənilir. Yəni açıq səmaya gözlə baxanda belə Loridə desək, dağ şəklində görünən, yəni üstü bəyaz, ağ olan dağ şəklində görünən qarlı zirvəyə oxşayan bir buludlar ki var. Həmin o tip buludlar, bu tip fırtına buludlardır. Bunlar lokal xarakterli olur və lokal xarakterli olsa da qısa müddət ərzində çox şiddətli yağışlara səbəb olur. Çünki bu sistemlər deməli, havanın temperaturunun artması nəticəsində eyni zamanda troposferin aşağı, orta və yuxarı qatlarında küləklərin şırnaq axınlarının zəifləməsi nəticəsində artıq təzyiq imkan verir ki, hava yüksəlməyə başlayır və yüksəlmə o qədər ciddi baş verir ki, hətta troposferin 4, 5, 6, 7 kilometrində və ondan da artıq yüksəliyə qədər, buludun tamam yüksəliyə qalxır və nəticədə bu da iri dənəli leysan dolu yağıntılarına, iri dənəli leysan yağışlarına, eyni zamanda iri dənəli dolu yağıntısına, şiddətli yağışlara, qısa müddət ərzində havanın birdən-birə aniden dəyişilməsinə və ildırımla müşahidə edilən tufanlara səbəb ola bilir. Bu proses aprel ayının 4-dən başlayaraq artıq biz bu prosesi müşahidə edəcəyik. Xüsusən də bu proses həm gündüz saatlarında müşahidə ediləcək. Bu sistemin qarıqlarının hətta münbir sınavlı şərait nəticəsində axşam saatlarında da müşahidə edilməsi ehtimalı var. Bu riski nəzərə almaq lazımdır. Yəni aprel ayının 4-ü, aprel ayının artıq 4-dən başlayaraq aprel ayının 5-də artıq biz bu prosesləri artıq Böyük Qafqazda da müşahidə edəcəyik. Aprel ayının artıq eyni zamanda 4-ü, 5-i və aprel ayının 6-sında da bu tip proseslərin müşahidə edilməsi ehtimalı var. Çünki, yəni bildiyiniz kimi atmosfer təzyiqi lokal xarakterli azalır, troposferin aşağı, orta və yuxarı qatlarında küləklərin şırnaq axınlarının sürəti azalır. Bu da buludların taban yüksəkliyinin bir xeyli artmasına səbəb olur. Yəni hava şəraiti sabit olsa da bu qısa müddətli şiddətli leysanlara səbəb ola bilir. Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda, Cəlilabad, Astaraxda, hətta mərkəzi aralığında belə bu sistemlər müşahidə edilə bilər. Bu sistemlər daha da güclənəndə artıq Abşeronda belə daxil ola bilir. Yəni bu riskləri nəzərə almaq lazımdır. Aprel ayının artıq 6-sı axşam və 7-sində isə bu proses artıq daha da genişlənəcək və artıq Azərbaycanın əksər ərazilərində yağışların yağılmasına səbəb olacaq. Aprel ayının 7-si gün ərzində bu proses davam edəcək. Aprel ayının 7-si gün ərzində, eyni zamanda aprel ayının 8-sində də münbir sınavlı şəraitin yaranması ehtimalı var ki, bu proseslər Böyük Qafqazda və Kiçik Qafqazda aktiv olacaq. Ümumilikdə yaz yağışçılıq dövründə, yəni 2026-cı ilin yaz yağışçılıq dövrünün əvvəlki 2025-ci ilin yaz yağışçılıq dövrü ilə müqayisədə yağıntılarda bir xeyli artım gözlənilir. Çünki super El Niño prosesləri nəticəsində dünyadan ümumi olaraq dünyada temperaturlar artır, ümumi olaraq troposferdə nəm artır, rütubət artır. Bu da yağan yağışların və fırtınaların gücünü dəfələrlə artıra bilir. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.